İmran İbni Hüseyin radıyallahu anh deyir, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Mən cənnətə baxdım, yəni cənnəti gördüm. Fəraitu əksərə əhliyəl fuqara və gördüm ki, cənnət əhlinin əksəriyyəti yoxsullardır. Və cəhənnəmə baxdım, cəhənnəmi gördüm. Fəraitu əksərə əhliyən nisə və gördüm ki, cəhənnəm əhlinin əksəriyyəti qadınlardır. Və bunun səbəbi haqqında soruşulduqda Allah Resulü sallallahu aleyhi ve sellem başqa rəvayətdə deyir ki, "Vəraitu ənə uritun nara." Mənə cəhənnəm göstərildi. Cəhənnəm mənə göstərildi. Fələm ərə mənzaran kəl-yevmi qattu əfza'. Bugünkü kimi daha dəhşətli, daha vahiməli, daha qorxunc bir mənzər görmədim. Vəraitu əksərə əhlən nisə və cəhənnəm əhlinin əksəriyyətində qadınlar olduğunu gördüm. Dedilər ki, nə üçün ey Allahın elçisi? Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, bi kufrihinne, onların küfrünə görə. Dedilər ki, Allah'a mı küfr edirlər? Dedi ki, ər nimətinə küfr edirlər. Aşir, yəni həyat yoldaşına küfr edirlər. Və onların, yəni həyat yoldaşının, ərinin yaxşılığına küfr edirlər, onu inkar edirlər. Ləv əhsəntə ilə ihtəhunnə əddəhra kullə, əgər onlardan birisinə bütün il boyu yaxşılıq etsən, thumma ra'at minka şey'an, sonra səndən bir şey görsə, xoşuna gəlməyən bir şey görsə, deyər ki, mən səndən heç vaxt xeyir görməmişəm. Və bu da ər nimətinə naşükürlükdür, küfürdür. Və başqa Səhih Müslimdə Allah Resulü sallallahu aleyhi ve sellem bayram günü qadınlara moizə edir və buyurur ki, sədəqə verin. فَاِنَّ أَكْفَرَكُنَّ حَطَبُ cəhənnəm. Sizin əksəriyyətiniz cəhənnəmin odunudur. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem kimlərə xitab edir? Səhabələrin dönəmindədir. Səhabə qadınlara. Və bir qadınların ortasından bir qadın qalxır. Yanaqları qarayanız qadın. Və deyir ki, Allahın elçisi, nə üçün? Yəni səhabə qadınlar belə hədisləri işləndə, belə qorxulu şeylər işləndə özlərinin halını düşünürdülər ki, özləri də onlardan olmasın. Və ona görə səbəbi soruşur ki, nə səbəbdir ki, qadınların əksəriyyətinin cəhənnəmdə olduğunu bildirir. Cəhənnəm əhlinin əksəriyyətinin qadınlar olduğunu və həmçinin qadınların cəhənnəmin yanacağı, odunu olduğunu bildirir. Səbəb bilsin ki, o səbəblərdən uzaq olsun. Və soruşur ki, nə üçün ey Allahın elçisi? Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, çünki siz çox şikayət edirsiniz, çox narazılıq və ər nimətinə küfr edirsiniz.